Suverenlik necə olur? Dövlətin daxili suverenliyi xalq iradəsinə əsaslanan hakimiyyətin aliliyində təzahür etməlidir. Bu o deməkdir ki, dövlət orqanları cəmiyyətin mənafələri naminə müstəqil addımlar atmalı, qanunların aliliyini təmin etməli, vətəndaşların hüquqlarını qorumalı və öz ərazisinə tam nəzarət həyata keçirməlidir. Xarici suverenlik isə dövlətin heç bir xarici təzyiq və diktə olmadan müstəqil xarici siyasət aparması, beynəlxalq müqavilələr bağlaması, ərazi bütövlüyünü müdafiə etməsi və beynəlxalq münasibətlərdə özünü təmsil etməsidir. Həqiqi suverenlik o zaman mövcuddur ki, dövlət hakimiyyətinin mənbəyi xalqdır və dövlətin bütün fəaliyyəti ilk növbədə xalqın mənafələrinə xidmət edir. Əgər bir dövlətdə hakimiyyət klan prinsipi ilə ötürülür, məhkəmələr müstəqil deyil və sifariş yerinə yetirir, seçkilər saxtalaşdırılır, dövlət sərvətləri xalqın yox, hakim elitanın mənafələrinə xidmət edir, media obyektiv məlumat əvəzinə propaganda yayır, sosial müdafiə zəifdir, veteranlara lazımi qayğı göstərilmir, güc qurumlarında işgəncə tətbiq olunur, ölkə ərazisində xarici hərbi kəşfiyyat obyektləri yerləşdirilir və xarici siyasət milli maraqlardan çox hakim elitanın mövcudluğunun qorunmasına xidmət edirsə, belə bir dövlətin suverenliyi yalnız formal xarakter daşıyır. Belə şəraitdə dövlət hakimiyyətinin mənbəyi kimi xalq yox, hakim elitanın maraqları çıxış edir. Daxili və xarici siyasət isə milli mənafələrə yox, hakimiyyətin saxlanılmasına yönəlir. Nəticə etibarilə belə bir dövlət hüquqi baxımdan suveren sayılsa belə, xalqın iradəsinə və milli maraqlara əsaslanan həqiqi daxili və xarici suverenlik prinsiplərinə cavab vermir. Əliyev rejimi bizə Azərbaycanın suverenliyindən danışanda, onun dediklərini az öncə dediyim meyarlarla tutuşturun. Görün onlara müvafiqdirmi? Bu rejim Azərbaycan xalqını valyuta kimi istifadə edib, öz hakimiyyətini qorumaq üçün xarici qüvvələrlə apardığı alveri suverenlik adlandırsa da, bu ticarətin əsl suverenliklə heç bir əlaqəsi yoxdur. Bu bir çobanın bazarda hansı müştəriyə öz qoyunlarını satıb satmama suverenliyinə bənzəyir. Bazarın sahibi gəlib onu bazardan çıxartmaq istədikdə, bazardakı yerini itirməmək üçün bazar sahibinə öz qoyunlarından qurbanlıq üçün rüşvət verən çobanın suverenliyinə.